Peyğəmbər əleyhissalam, İmam Hüseyn əleyhissalam, onlar vücudlarını bu yolda qurban veriblər. İmam Hüseyn əleyhissalamın bütün mübarizəsi bunun üçündür ki, bizi hidayət eləsin. Zəhra niyə qapı ilə divar arasında qaldı xanım Fatimə Zəhra? Ona görə ki, insanları hidayət eləsin. İnsanlar üçün vücudunu xərclədi. İnsanlar üçün. 1000 ildən artıq vaxt keçib, bugün bu məclis vasitəsilə insanın ürəyi səfa tapır. İndi 3 gündən sonra ruhlarımız görünə, ruhumuzun vəziyyətinə baxın. Nuraniyyət ki, bu məclisdən sonra var. 3 gün bundan qabaq o nuraniyyət bizim ürəyimizdə yoxdur. Xanım Zəhra özü bəhanəni yaratdı ki, amma bəhanə böyük bəhanə idi. Öz döyülməsi, öz vurulması, qapı ilə divar arasında qalması, öz məzlumiyyətini, özünü fəda elədi ki, biz onun eşqinə gələk və ürəyimiz islah olsun bu məclislərdə. Yəni, vücudunu hidayət yolunda xərclədi. Bunu niyyət elədi həmin gün. Bu günə qədər insanların hidayətini niyyət elədi. Gecə gündüz Həzrəti Zəhra ağlayırdı. Siz heç soruşursunuz niyə ağlayırdı? Xanım Zəhranı ağladan nə idi? Xanım Zəhranı ağladan buydu ki, dözmürdü cəmaatın azmasına. Cəmaata ürək yanıb ağlayırdı Həzrət Zəhra. Görürdü necə bir dəstə oyunbaz adam insanları haqdan azdırır. Zəhranın ürəyi buna yanırdı ki, xanım Zəhranın nalə səsi Mədinəni bürümüşdü. O qədər ağlayırdı ki, əleyhissalam dedi, ev tikin, Beytül Əhsan, Bəqinin içində, orada kölgədə otursun, ağlasın. Peyğəmbər şəhərində. Və o adamlar üçün ki, ağlayırdı Həzrəti Zəhra, qəmi onlar üçün idi. O adamlar gəldilər, Əliyə dedilər ki, Zəhraya denən ya gündüz ağlasın, ya gecə ağlasın. Faziyyəyə bax, bunun dərdinə ağlayır, bunun dərdinə yanır. Bu insanlar gəlib deyir ki, Əli, Fatiməyə denən ya gecə ağlasın, ya gündüz. Bizim bütün günü onun ağlamaq səsini eşitməyə halımız yoxdur. Onda day cavab verdi ki, Əlican, onlara denən az qalıb, biraz da dözsünlər, day mənim səsim gəlməyəcək. Çox az qalıb. Artıq bir gündür ki, Mədinədə Fatimənin nalə səsləri eşidilmir. Fatimənin nalə səsləri kəsildi Mədinə şəhərindən. Fatimə ümmətin hidayətin yolunda qurban oldu. Canını bu yolda fəda elədi. Şam kimi əridi. Çünki dözə bilmirdi insanların azmağına, yoldan çıxmağına. Əleyhissalam 7 nəfərlə Zəhranı dəfn eləyirdi. Bu gecə ki, biz gəlmişik Zəhranın yasına, xanım Zəhranın əzadarıyıq, İmam Zaman ağaya baş sağlığı verməyə. Bunu bilək ki, bizim Mövlamız 7 nəfərlə apardı Zəhranı dəfn elədi. Cənazəni evdən çıxardanda gördü ki, Zeynəb balaca qız idi. Əlini ürəyinin başına qoyub qaça-qaça gəlir cənazənin dalıca. Ana, gecələr insanlar evlərinə gələr, mənzilinə gələr. Bu gecə qaranlığında hara gedirsən? Qal bu gecəni bizi ilə, gündüz barı düş yola. Gecə vaxtı balalarını qoyub hara gedirsən? 7 nəfərlə Əli apardı Bəqidə Zəhranı dəfn eləməyə. Salman deyir, gördüm nigarandı yanımdakılara, dedim ki, çəkilə bir tərəfə. Gördüm, əyildi, üzün qoydu Zəhranın cənazəsinə, elə yana-yana ağladı ki, ərşi ağlatdı, göyləri ağlatdı. Ondan sonra deyir, Zəhranı dəfn elədi, torpaqdan əlini çəkən kimi üzün döndərdi Peyğəmbər qəbrinə. Dedi, ya Rəsulallah, qızımdan xəbər alarsan bu ümmət səndən sonra bizdən necə davrandı? Qızım bir-bir başımıza gələnləri sənə xəbər verər. Ondan sonra o məzlum Əli qayıtdı evə, gördü ki, Zəhranın yetim balaları hərəsi oturub otağın bir küncündə ana vay deyib ağlayırlar. Bir-bir o uşaqları sakitləşdirdi, aram elədi. Səhər asıldı, İmam Həsənlə İmam Hüseynə dedi ki, durun qapıları açın, bəlkə Anoğuz Zəhranın yasına gələn olar.
Deyirlər, İmam Həsən bir tərəfdə, İmam Hüseyin bir tərəfdə, Əli əleyhissalam qapı ağzında durdu. Axşama qədər gözlədilər, bir nəfər Zəhra yasına gələn olmadı, Peyğəmbər qızının yasına. Ondan sonra dedi, qapını bağlayın, gəlin özümüz ağlayaq Zəhraya. Zəhra belə qərib dünyadan köçdü. Salman deyir, mən Əlini çox qərib gördüm, ürəyim yanırdı. Elə ürəyim yanırdı Əlinin vəziyyətinə. Bir gün deyir, dedim ki, gedib Bəqidə oturub doyuncan ağlayacam Əliyə. Gözlədim, axşam düşdü, getdim, öz ürəyimdə qəhər boğub məni, ağlamağımı saxlamışam ki, şəhərdən çıxım, ucadan ağlayım. Deyir, getdim, özümü güclə Bəqiyə çatdırdım, oturdum bir daşın üstündə ki, ağlayam, birdən gördüm, bir yandan Ya Zəhra səsi gəlir. Gördüm, ağlamaq səsi gəlir. Deyir, sönüb baxanda gördüm, o məzlum Əli oturub, dizlərin qucaqlayıb, Zəhra deyib ağlayır. Əla lənətullah ələl qavmiz zalimin, la havlə və la quvvətə illa billah əl-aliyyil azim.